Saf məhəbbət sona yetdi, heç bilmədik vüsalımız bizdən küsüb hara getdi. Yolumuza dumanlaşan, çökə-çökə ayrıldıq biz. Gözümüzü üfüqlərə dikə-dikə ayrıldıq biz. Baharımız qışa döndü, dona-dona ayrıldıq biz. Yoluşmadan, sevişmədən, yana-yana ayrıldıq biz. Kıvrım saç. Qorxma qızım. İndi ərin bu evə addımını da atmayacaq. Bilmirəm xala, mən ondan çox qorxuram. Ərimdən hər şey gözləmək olar. Belə adama ərə getməkdənsə, məzara getməyin 1000 dəfə yaxşıdır. Məndən incimə, amma anan çox qəddar qadındır. Mən ölsəm də qızımı heç vaxt belə kişiyə ərə verməzdim. Xala, anam üçün əsas pul var, dövlətdir. Həmişə cəmaat nə deyər fikri ilə yaşayır. Cəmaat onsuz da danışmağa həmişə söz tapır. Yox, anam elə deyil. Atama da həmişə belə deyirdi. Onu məcbur elədi borc alıb biznes qursun. Sonra borcu ödəmək üçün onu xaricə göndərdi. Bəzi qadınlar sakit yaşamaq, övladı, əri ilə yaşamağa qane olmurlar. Həmişə insanların fikri ilə yaşayırlar. Kimdənsə üstün olmaq istəyirlər. Sənin anan da bax dediyim qadınlardandır. Bağışla, əgər xətrinə dəydimsə, məndən incimə gözəl qızım. Yox, sadəcə birdən yadıma düşdü ki, görəsən indi anam neyniyir? Ərim onu küçəyə atmayıb ki. Əgər sənin ərin belə eləsə, anana bu da azdır. Fikir eləmə. Gedək, sənə içəridə yer salaram. Oy. Of. Bu nömrəyə zəng çatmır. Telefon yasındırılıb Yenə niyə telefonu bağlıdır? Aslan, mesajımı oxuyan kimi mənə zəng elə. Mələkə, Sən? elə bilirdin səni tapa bilməyəcəm? Ha? Gəl düş qabağıma. Burax, Gəl dedim. mən Gəl. səndən getməyəcəm. Burax, burax. Gedəcəksən. Yaxın gəlmə, yaxın gəlmə. Çəkil, çəkil. Mən səndən getməyəcəm, çəkil. Getməyəcəm, getməyəcəm. Bu yuxuymuş. Şükür Allah'a. Gəlin. Gəl qızım. Yaxşı dincələ bildiniz ana. Sağ ol. Dincəldim. Çayınız. Dayan. Gəl, otur. Mənə nəsə demək istəyirsən? Mən dediyinizi düşündüm. Yaxşı. Sən nə qərara gəldin? Mən razıyam. Razı olacağını bilirdim kızım. Çok güzel.
Mən sənə söz verirəm. Bu qərarından heç vaxt peşman olmayacaqsan. Elnur tezliklə sağalacaq. Siz xoşbəxt olacaqsınız. Amma Aslan günü bugün azadlığa çıxmalıdır. Yazdığınız şikayət ərizəsini geri almalısınız. Və bundan sonra ona siz tərəfdən heç kimin zərəri toxunmamalıdır. Mən razıyam. Amma sən də bundan sonra onunla bağlı gərək heç bir problem yaratmayasan. Sən mənim gəlinim olacaqsan. Əgər nəvəmə xəyanət eləsən, səni doğulduğuna peşman eləyərəm. O yazığın onsuz da ürəyi sınıqdır. Odur ki, sən onun qəlbinə toxunma. Yaxşı? Razıyam. Məndən ürəyiniz rahat olsun. Buyurun bu sənədləri imzalayın, mənə verin. Niyə belə təəccübləndiniz? Şikayətçi ərizəsini geri götürdü. Bunu imzalayıb çıxıb gedə bilərsiniz. Sağ olun. İndi gedə bilərəm? Buyurun, əlbəttə. Sağ olun. Sizə yaxşı yol. Salam əleyküm. Əleykümə salam. Hara gedirsən qızım? Bilirsiniz, dedim nəvənizi aparım, gəzdirim. Mağazadan onun üçün gözəl geyimlər alım. O mənim nəvəmdir. Əlbəttə, əlbəttə. Banu, bura gəl. Gəl, Get. bunu götür. Sağ ol nənəcan. Mənim balam, artıq bundan sonra mənim pulumla paltar alacaqsan. Əlbəttə. Əlbəttə. Siz çox hələ açıqsınız, çox xeyirxahsınız. Allah canınızı sağ eləsin. Banu, bundan sonra hara getmək istəsən, məndən icazə al, sonra get. Əlbəttə. Tək getməyəcəksən. Hə, bir yerdə gedəcəyik. Bundan sonra səni hər yerə Samir aparacaq. Samir, Bəli, ana. nəvəmi ən yaxşı mağazalara apar. Ən gözəl geyimləri alsın. O özünə paltar seçmək istəyir. Yaxşı, ana. Get qızım. Banu, sən özün get al gəl. Hə, mənim biraz başım ağrıyır. Apteka gedib gələcəm. İstəyirsinizsə sizi apteka apara bilərəm. Yox. Biraz açıq havada gəzsəm, keçib gedəcək. Yaxşı. Siz özünüz gedin gəlin, düzdür ana? Doğrudur. Yaxşı qızım, get. Cavandır da. Gedək. Onda mən də gedim ana. Apteka gedib gələcəm, yaxşı? Get. Hə, yaxşı. Oldu. Necəsən? Yenə sən? Aslan, Qılınc bəy səndən danışmaq istəyir. Nə haqda danışacaq? Məni boğaza yığmısınız əl çəkində?
Qardaş, getsən sənin üçün yaxşı olardı. Yaxşı, danışmaq lazımdırsa gedib danışarıq. Salam əleyküm. Necəsən? Banu hanı? Evdə qaldı? Banu yoxdur. Gəl, otur. Banu gəlməyəcək. Niyə? Vəziyyət belə gətirdi, oğlum. Axı siz mənə söz vermişdiniz. Yenə məni aldatmağa başlamısınız? Yox. Banunu kənara qoyaq. Sənin yanına yaxşı bir fikirlə gəlmişəm. O nə fikirdir elə? Mən sənə çoxlu pul verəcəm. Sənsə Banunu rahat buraxacaqsan. Danışdıq, hə? Məni nə hesab eləyirsiniz? Oğlum, sözümə qulaq as. Yox, siz mənə qulaq asın. Məni pul maraqlandırmır. Mənə Banu lazımdır. Mənə bax, özün başa düş. Atası Banunu sənə ərə vermək istəmir. Atası ilə özüm danışaram. Yox. Atası eşitsə Banudan üz döndərər. Onu öldürər. Gəl sən mənim bu dərdimi açma, nə olar. Heç bilmirəm bu dərdlə indiyə kimi necə yaşamışam. Bilirsən, atası eşitsə məni boğar. Boğub öldürər, döyər. Mən indiyə kimi bütün bu əzablara dözmüşəm. İndi də qızımı mənim kimi döyüb boğsun, hə? Sən bunu istəyirsən? Yenə məni aldatmaq istəsəz, baxın, indidən deyirəm. Mən buna imkan verməyəcəm. Lazım gəlsə o yaşadığınız evə gəlib hamıya hər şey deyəcəm. Banu mənimdir. Onu məndən başqasına ərə verə bilməzsiniz. Bunu özünüz də bilirsiniz. Yaxşı, qızım sənindir, amma ağzını yum, sakit yaşa. Bu sözləri dilinə gətirmə, yaxşı? Ayıbdır, oğlum. Mən fikirləşib bir yolunu tapacağam. Atası eşitməsin. Yaxşı? Analar həmişə övladları üçün özlərini qurban verirlər. Mən özümü qurban verəcəm. Əgər sabaha kimi Banunu mənim yanıma gətirməsəz, məndən yaxşılıq gözləməyin. Dayan burada. Siz çıxın. Ha, qəhrəman. Arvadımı qaçırıb hara aparmısan? Başa düşmədim? Özünü bilməməzliyə vurma. Mələykənin sənin maşınına oturub getdiyini o kameradan gördüm. Ha, o qız sənin arvadın idi? Ha, onu hara apardın? Amma mənə düzünü de. Mən onu yolda düşürtdüm. Sən düzünü deyirsən? Axı, mən hardan biləydim o sənin arvadındır, elə deyil? Əgər bunu bilsəydim, onu ümumiyyətlə maşınıma oturmağa qoymazdım. Yaxşı. Oldu. Deyək ki, mən sənin sözlərinə inandım. Gedə bilərsən. Bir dəqiqə. Hə, Onu harda düşürtdün? Yunisabadda, ticarət mərkəzinin yanında. Get. Aslan evə gəlmədi, hə? Narahat olma qızım. O bir də görürsən 2-3 gün evə gəlmiş. Amma çox ürəyi təmiz oğlandı. Hə, nə oldu? Özünü pis hiss eləyirsən? Maraqlıdır. Rəngi də ağappaqdı, görəsən nə məsələdir? Qızım, təsadüfən hamilə deyilsən.
Yox, bu mümkün deyil. Rəngin də ağappaqdı. Ürəyin bulanır. Qulaq as qızım. Sən burada otur. Mən apteka gedib test alıb gətirəcəm. Yoxlayarıq. Sən otur gözlə. Ay. Toyu tezləşdirməliyəm. Yoxsa Aslan yenə nəsə eləyəcək. Yenə Səmanı alladıb başını qatacaq. Tez Elnurla Səmanı evləndirsəm, o heç nə eləyə bilməyəcək. Mən nənənin təklifinə razı oldum. Amma ondan qəlbim qırıldı. Başa düşürsən. Bütün həyatım boyu birinci dəfə mənə sevgi verən adam sənin nənən idi. Mən o insan üçün, onun üçün hətta sevgimdən belə üz döndərdim, başa düşürsən? Sevgimdən. Bəs o niyə mənə qarşı belə elədi, hə? Axı mənim günahım nə idi? Nə? Niyə? Nəyə görə məndən soruşmamış həyatım üçün qərarlar qəbul eləyir? Niyə? Niyə? Mən də insanam. Mən də insanam axı. Amma bu mənim, sənin yox, nənənin istəyidir. Bizim yerimizə həmişə başqaları qərar qəbul eləyir, başa düşürsən? Bilirsən, sənə paxıllığım tutur. Çünki sənin ürəyin ağrımır. Sənin himayədarların var. Həmişə səni qoruyurlar. Amma bilirəm, sən ürəyi təmiz oğlansan. Hamıdan xeyirxah elə sənsən, bilirəm. Əslində bütün qızlar sənin kimi oğlana ərə getməyi arzu eləyirlər. Arzu eləməlidirlər də. Amma mən səni xoşbəxt eləyə bilmərəm, başa düşürsən? Çünki mən başqasını sevirəm. Bunu nənən də bilir. Amma heç kim başa düşməyi istəmir. Bağışla. Boş yerə başını ağrıtdım. Əslində, sənin burada heç bir günahın yoxdur, bilirəm. Amma məni səndən başqa heç kim eşitmir. Ona görə də sənə dərdimi açıram. Görürsən, anam Fərruxla görüşdü. Axırı nə oldu? Pulu götürməyə razı oldu. Əgər razı olmasa biz nə edəcəyik, hə? Banu, çox şey almadın. Mağazaları da çox gəzmədin. Hə, biraz keyfim yoxdur. Başqa vaxt daha çox gəzib nəsə alaram. Niyə keyfin yoxdur? Bilsəm olar? Heç, elə belə. Əgər baş verənləri fikirləşirsənsə, narahat olma. Mən səndən evlənəcəm. Səni sevirəm. Sağ ol. Səni çox sevirəm, Banu. Mən də. Ulduz, gəldin?
Salam aleyküm ana. Necəsiz? Aleykümselam. Hə? Başın daha ağrımır? Başım? Ha, yox, daha ağrımır. Apteka gedib dərman alıb elə oradaca içdim. Yaman tez-tez başın ağrıyır. Hələ sənin mənə çox köməyin lazımdır. Hə? Hə? Əlbəttə. Ay, ana. Ay. Biraz qan təzyiqim qalxmışdı. İndi yaxşıyam. Nə kömək lazımdır? Mən həmişə yanınızdayam. Bir də xəstələnmə. Yaxşı. Sən mənim yanımda olmalısan. Səmanı Hə. Elnurla evləndirəcəyik. Toyu tez eləmək lazımdır. Hə. Doğru. Böyük toy eləyəcəyik. İnşallah. Amin. Çox gözəl. Toyu tez eləyəcəksiniz? Hə, xeyir işi uzatmağın mənası yoxdur. Düzdür. Düzdür. Qulaq asın. Düz deyirsiniz. Çox yaxşı fikirdir. Bilirsiniz, mən eşidib çox sevindim. Çox. Deyirəm bəlkə elə Banu ilə Samiri də nişanlayasız. Elə bir yerdə toy eləyərdik. Hə? Nə deyirsiniz? Nə dedin? Hə, ana? Banu ilə Samir dedin? Hə? İkisini deyirəm. Bir-birlərinə çox yaraşırlar, vallah. Sən nə boş-boş danışırsan? Ağlın başındadır? Ana, mən nə dedim axı? Bir də ki, Samir sizin yaxın adamınızdır da, elə deyil? Necə yəni yaxınım? O sadəcə mənim işçimdir. Banu kimdir? Samir kimdir? Mən bu sözü bir dəfə eşitdim. Bir də bu sözü demə. Ana, onlar bir-birlərini sevirlər. Bunu hiss eləmişəm, ona görə belə dedim, vallah. Nə? Bir-birlərini sevirlər? Nə vaxtdan sevirlər? Hə? Nə bilim, mən elə hiss elədim. Dəqiq bilmirəm. Belə bir şey heç vaxt ola bilməz. Belə mənasız, axmaq söhbətlərini də yığışdır. Yaxşı, bilirsiniz, oy, başım yenə ağrımağa başladı. Deyəsən qan təzyiqim qalxdı. Limonlu çay içsəm yaxşı olaram. İstəyirsiniz? Gəlin, gedək bir yerdə içək deyəcəkdim. Yaxşı, onda mən gedim limonlu çay içim. Oldu. Oy. Hə, limonlu çay. Eşidirəm Qılınc bəy. Sözlərimə diqqətlə qulaq as. Gözünü aslanın evindən çəkmə, bildin? Aha. Kim hara getsə arxasınca get. Nə iş görür, hara gedir, hər şeyi. Hər şeyi mənə deməlisən. Oldu Qılınc bəy. Mən qılıncam, Tutduğum yeri kəsməsəm əl çəkmərəm. Mələykə, mənim evimdən qaçdın, hə? Yox, sən heç vaxt gedə bilməzsən. Heç vaxt! Getdiyin gün öləcəksən. Eşidirsən məni? Hə, Ana, gəldiz? Salam, xoş gördük nənəcan. Banu, sən tez ol içəri gir. Dedim otağına get. Sən mənlə gəl. yaxşı ana. Ana, Mənim nəvəmə göz qoymağa nə həddin çatır? Axı deyirdin, onu öz bacın hesab eləyirsən. bağışlayın. Bilmirəm bu necə oldu.
Ana, bu qədər il ərzində əlinizin altında işlədim. Sizin qulluğunuzda dayandım. Deməli belə, hə? Banu çox yaxşı qızdı. Ana, onu sevirəm ana. Sizdən xahiş edirəm. Bizə xeyir dua verin. Xeyir dua? Sən mənə belə bir söz deməzdən əvvəl heç özünün kim olduğunu fikirləşdin? Hə? Əgər fikirləşməmisənsə, kim olduğunu mən sənə deyərəm. Sən sadəcə mənim evimdə xidmətçisən. Bunu başa düşdün? Mənim əmrlərimi yerinə yetirən bir nökərsən. Sən özünü adam hesab eləyib, mənim nəvəmə özünü tay hesab eləyirsən? Ana, Mən iki dünya bir olsa da aşağı səviyyəli xidmətçiyə heç vaxt nəvəmi vermərəm. İndi başa düşdün? ana, axı Banu, biz ikimiz... Bir də mənim nəvəmin adını dilinə gətirmə. Bundan sonra mənim evimdə sənin kölgəni də görməyim. Ana, mən... Səni bugündən işdən qovuram. Rədd ol. Daha gözümə görünmə. Rədd ol buradan. Ana, Hə, nə deyirsən? bilirsən, mən... Uzatma, sözünü de. Niyə belə uzadırsan axı? Onsuz da başım ağrıyır. Mən sənin Fərruxla söhbətini eşitdim. Nə? Ana, Banu Fərruxla münasibətdə olub. O bakirəliyini itirib. Kes sesini görüm, sus! Heç kim eşitməsin. Ana, sən buna necə imkan verdin axı? De görüm necə? Banu mənim bacımdır. Mən nə edəcəyimi bilmirəm. Necə kömək eləyəcəyimi bilmirəm. Sus! Mızıldama, mızıldama, mızıldama! Hə, belə olub. Bacın uşaqlıq eləyib, o avara, Fərrux da onu alladıb, yoldan çıxarıb. Ana, bu adi bir şey deyil. Sabah söz-söhbət yayılmadan Banu'nun məsələsini həll eləmək lazımdır, başa düşürsən? Düz deyirsən. Düz deyirsən qızım. Amma səndən bir xahişim var qızım. Bunu o qoca səltənət eşitməsin. Əgər o bilsə hamımızı küçəyə atacaq. Sus. Sus. Danışma. Gözəl qızım, mən özüm problemi həll eləyəcəm. Axı mən anayım. Xahiş edirəm, heç kimə demə. İndi ürəyim az qalır yerindən çıxsın. Ona görə də bir çıxış yolu Mən özümü necə aparacağımı bilmirəm, ana. Mənə inan, mən həll eləyəcəm. Həll eləyəcəm. Xoş gəlmisən oğlum. Hər şey yaxşıdır? Hə, dünən bir yerdə qonaq qalmalı oldum xala. Yaxşı. Acsan, yemək istəyirsən? Hə, çox acam.
gedim yemək çəkim. Hə, yeri gəlmişkən, dünən Qılınc gəlmişdi. Axı o Məleykənin əridir. Onun dalınca bura gəlmişdi. Az qala dəli olurdu. Bütün otaqları, hətta şkafın içini də axtardı. Yaxşı ki, Məleykəni gizlətmişdim. Yaxşı ki, onu tapa bilməyib. Elə mən də qılıncın yanından gəlirəm. Bura bax, indi necə olacaq? Məncə o sakitləşməyəcək, oğlum. O qayıdıb gəlməz ki. Bilmirəm. Məleykə, sən küçəyə çıxma. Yaxşı. Bir müddət evdə qal. Bura bax, o istədiyi pulu qaytarıb borcunu ödədin? Hə, pul məsələsi həll olunub. Yaxşı. Bəs evlənmək məsələsi necə oldu? Qız razı oldu? Evlənmək üçün pul lazımdır xala. Səmanı razı salıb, qısa müddətdə ondan evlənməliyəm. Saxladığım qızılları satıb borcu ödədin. Yoxsa kiçik də olsa toy eləyə bilərdik. Xala, narahat olma. Allahdan ümid kəsilməz. Bir yerdən pul tapılar. Hə, nə oldu? Dərd üstünə dərd gəldi qızım. Danış görüm, nə oldu ana? Səltənət ana səni sevdiyini dediyi üçün Samiri işdən çıxartdı. Onu evdən qovdu. Ay, indi necə olacaq anacan? Fərrux da bir tərəfdən məni boğaza yığıb. Bilmirəm hansı problemi fikirləşim. Bu da bir tərəfdən çıxdı. Hə, ana, heç olmasa Fərruxu razı sala bildin? Yox. Yaramaz pula razı olmadı. Mən indi neyniyəcəm ana? Fəlakət gələndə də həmişə cüt-cüt gəlir. Bir tərəfdən Səma Fərruxla sənin aranda olanları bilir. Hər şey eşidir. Artıq o ifritə Səma da məni boğaza Kəsəsini. yığdı. Onu sakitləşdirdim. Bir tər yola gətirdim. Qarıya heç nə deməyəcək, o ağzı möhkəmdir. Allaha şükür. Ondan ürəyim rahatdır. Susacaq. Amma Fərrux susmasa hər şey altı üstü olacaq. Deyə o axmaq bura gələcək. Onun ümumiyyətlə məqsədi nədir ana? Nə olacaq? Səndən evlənmək. Lənətə gəlsin. Hə, hamı səndən evlənmək istəyir. Bir tərəfdən Samir, bir tərəfdən Fərrux. Az qalır ağlını itirsin. Hə, ümid edirəm mən bilmədiyim başqa bir adam yoxdur. Axı bu nə deməkdir ana? Sakit dur, sakit dur. Yoxsa dilini boğazından çıxararam. Başa düşdün? Eşidirəm. Mənə diqqətlə qulaq as. Mənə o Banu haqqında dəqiq məlumatlar lazımdır. Başa düşmədim. Hansı Banu? Dedim axı, anamın evində yaşayan Banu. Evdən nə vaxt çıxır, hara gedir, onun birdən-birə hardan peyda olduğunu, bütün bunları mütləq bilməliyəm. Aydındır. Oldu Səlim bəy. Lazım gəlsə Banuya zəhər belə verəcəm. Əsas odur ki, onu yox eləyim. Anamın mirasına yeni varis lazım deyil. Yarı yoldan qayıtmaq olmaz. Onu aradan götürməliyəm. Oğlum, sən kimə qışqırırsan? Axı sizə nə dəxli var? Öz evimdə qışqıra bilmərəm? Bağışla oğlum, bağışla. Əslində, hər şeyə görə siz günahkarsınız. Siz ona tərbiyə verə bilməmsiz. Yenə də məni bağışla oğlum, bağışla. Gedin, gözüm sizi görməsin. Qızınız tapılana qədər bu evdə gözümə görünməyin. Yoxsa sizi boğub öldürərəm. Yaxşı, yaxşı, oldu. Gəlin.
Nə yaxşı gəldin Samir. Banu, mən buradan gedirəm. Nəyə görə? Anam məni evdən qovdu. Nə? Hə. Səni sevdiyim üçün belə elədi. Samir, axı... Samir, xahiş eləyirəm. Məni atıb getmə. Mən sənsiz neyniyəcəm? Nə olar, məni də özündən apar. Bir yerdə qaçıb gedərik. Əgər istəsən, bu qədər mal-mülkü atıb səndən gedərəm. Mənə bu dünyada səndən başqa heç kim lazım deyil. Yalvarıram. Banu. Mənə nəsə demək istəmirsən. Məni bağışla. Mən buradan getməyə məcburam. Qulaq as, Samir. Axı mən sənsiz burada necə yaşayacağam? Anam səndən görüşməyi də qadağan elədi. Mən buna qarşı çıxa bilmərəm. Amma narahat olma. Mən elədiyimə görə həmişə cavab verməyə hazıram. Mən sənin üçün mübarizə aparacağam. Mütləq bir yolunu tapacağam. Məni bağışla. Aman Allah. Mən indi neyniyəcəm? Bircə sən çatışmırdan. Gəl. Məni çağırmısınız? Gəl, otur qızım. Banu bayaq mağazaları gəzib. Özünə yeni paltarlar alıb. Sən də belə eləsən yaxşı olar. Al, bunu götür. Git sən də mağazaları gəz. Xoşuna nə gəlirsə al. Axı tezliklə bu evin gəlini olacaqsan. Gözəllik salonuna getmədin. Arada vaxt elə, orada get qızım. Bir də bəsdir, bu qədər üzülmə. Heç nədən narahat olma. Sən Elnurla mütləq xoşbəxt olacaqsan. O çox yaxşı oğlandı. Sən ona ərə getsən, sizin ikinizdən də ürəyim rahat olacaq. Sonra Banunu da ərə versəm, mirası Elnurla onun arasında tən yarı böləcəm. Sən də, Elnur da bu evimizdə xoşbəxt, istədiyiniz kimi yaşayacaqsınız. Heç narahat olma. Bəs mən neynəməliyəm? Gedib nənənə baş çəksən olmaz? Mən sayğaca baxmağa gəlmişəm. Hə, elə dedi. Deyir elektrikəm. Əgər onun mənə hər hansı bir xeyri dəyməsə, onu oradan yox eləməli olacağam. Mənə bax. Sayğac o tərəfdədir, açarı da oradadır. Aç, işini gör, aç. O əslində həqiqi varis deyil. Əsl varis Səmadır. Amma bunu səltənət ana bilsə necə olacaq? Axı o nəvəsini evdən qovmaz, ana. Hamilə olduğun üzə çıxsa əlbəttə qovacaq. Başa düşdün? Sən o qocaya inanma.
Çox ağır xasiyyəti var. Serial Space televiziyasının sifarişi ilə paylaşılır. Əldə gör çıraqlar, dönüb çıxıb gedən günlər, soyudu ocaqlar. O koşanlar əfsus bitdi, saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız, bizdən küsüb hara getdi.